ایا صاحب زمان gel gözün bu ahusari gene başlandı eyyam-ı azab bu teşguzari. قال علي عليه أفضل الصلاة والسلام إن الدين لشجرة أصلها اليقين وفرعها التقى ونورها الحياة وثمرها السخاء. İmam Ali Aleyhisselam dini dört yere bölür. Deyir, din bir dənə ağacdır. Ağacın kökü olar, ağacın budağı olar, ağacın bir nuru olar, bir də meyvəsi olar. Ali Aleyhisselam buyurdu ki, İnnəd-din dinə ləşəzərətü əsluha əl-yəqin. Din bir dənə ağacdır ki, onun əsli yəqinlidir. Yəni, insan gərək yəqinliyə çatar. Yəqinliyə çatmasa, elə həmişə şəklə şübhət olacaq. Və fər'uha ət-tuqa. Onun fər'i, yəni budaqları isə pəhrizkarlıqdır. Yəqinlikdən sonra gələ insanın bir pəhrizkarlığı da olar. Və nuruha əl-həyə, onun nuru isə həyasıdır. Və thəməruha əs-səxa, onun meyvəsi isə həmin ağacın səxavətindən belə deyək, qərar verər. Yəni, onun meyvəsi isə səxavətidir. Başqa bir hədisdə İmam Cəfər Sadiq Aleyhisselam buyurur, deyir ki, Əl-həya vəl-ifaf vəl-ayy əqni anil-lisan la ayyul lil-qalb minəl-iman. İmam Sadiq Aleyhisselam buyurur ki, deyir ki, həyadır, təqvadır. Bunlar deyir, dilin ağırlığından deyir. Yəni, dilin ağır olsun, yox, bədənin ağır olsun, yox. Həyanın olması, pəhrizkarlığın olması, bunlar imanın ağırlığındandır. Və buna ən gözəl nümunə, əgər biz fikir versək, tarixə baxsaq, bəzən deyirlər ki, Əli Aleyhisselamı çox tərifləyirsiniz. Yox, biz əstəğfurullah, Ələvilər kimi, yəni qulat edib Əli Aleyhisselamı Allahdan yuxarı çıxartmırıq. Amma Əli Aleyhisselamda olan həqiqətləri deyil. İmam Cəfər Sadiq Aleyhisselam deyir ki, həya dilin ağırlığı iləndir. Yəni, ola bilər kimsə danışanda ağır danışsın, kimsə danışanda təmkinli danışsın, kimsə danışanda gözəl sözlər danışsın, amma iman olmasın. Həyanın olması imanın ağırlığındadır. İndi qaydaq Əli Aleyhisselamın imanına. Bir dənə həyaya görə bu gözəl bir dənə nümunədə hamılar bilir. Bunu kinoda da görürsünüz. Süffin müharibəsində Ömər As, Allah lənət eləsin, Əli Aleyhisselam çıxdı, əvvəl Muaviyə üzün tutdu, dedi, Muaviyə demirsən belə, bu qədər insanların qırılmasına səbəb sənlə mənəm. Ya biz ikimiz vuruşaq, ya sən mən öldür, ya mən səni öldürüm, hər iki tərəf canı dincəlsin. Muaviyə gördü, yox, mən Əli ilə bir tərəfə çıxa bilmərəm axı. Muaviyə də bu fürsətdən istifadə edədi, istədi Muaviyəni qızışdıra. Ki, dedi, düz deyir də, get genə. Muaviyə də birdən bir məluğunun birisi idi. Dedi, bəd baxın, mən niyə gedirəm? Sən ordunun rəhbərisən, sən getməlisən. Sən get genə. Ömər As gəldi meydana, bunu ona görə misal çəkdim ki, ən gözəl nümunə budur Əli Aleyhisselam. Əli Aleyhisselam gəldi, Ömər Ası məluğunu cəhənnəmə vasil eləməhlicə, Ömər As gördü ki, mənlidir Əli Aleyhisselam. Qaçdı, gördü, yox, mənə çatacaq, üzr istəyirəm, şalvarın çıxartdı və əynində olan paltarın atdı başına, yəni arxası qaldı çöldə. Amma Əli Aleyhisselamın həyası səbəb oldu ki, düşmənin başını kəsməməlicə. İlyas Peyğəmbərdən bir qissə danışımsa, inşallah, ondan da sözümüzə xitam edib namazımıza başlayaq. İlyas Peyğəmbər bilirsiniz, o Peyğəmbərlərdəndir ki, diri Peyğəmbərlərdir, yəni həyatda yaşayır. İndi kiminsə buna bir etiqadı olar, kiminsə olmaz da onun öz şəxsi işidir. İlyas Peyğəmbər bir gün səhrada gəzirdi, bir dənə bir səyyahla rastlaşdı. Hələ bu səyyah, bu səhrada gəzən bilmir bu kimdir. Sonradan bildi ki, İlyas Peyğəmbərdir. İlyas Peyğəmbər buna dedi, evlisən, subaysan. Dedi, subayam. İlyas Peyğəmbər dedi ki, hətmən evlən ginən. Çünki tənha təklik insanın həyasını aparar. İnsanın imanını aparar. Ona görə hətmən evlən ginən. Dedi, kimlə evlənim? İlyas Peyğəmbər buna vəsiyyət elədi. Dedi, 4 tayfa qadından başqa kimlə evlənirsən evlən ginən. Səyyah soruşdu,
İlyas Peyğəmbərdən. O tayfalar hansıdır? İlyas Peyğəmbər buyurdu, dedi, birincisi muhtəliə olan qadınla evlənməkdir. Muhtəliənin mənası budur ki, heç bir şey üstündə deyəcək ki, ərdən boşanıram. Bu günlər belə qadından sonra. Elə xırda bir səbəb ərdən deyir boşanıram. 5 ay, 6 ay küslü qalırlar, təzədən barışırlar. İlyas Peyğəmbər dedi ki, belə qadından evlənməkdir. İkincisi, dedi, mübarikə qadınla evlənməkdir. Mübariyənin mənası isə o qadın ki, ancaq özün bir də fəxrin sevər. Yəni, ancaq dünyanı sevər. Deyirlər, olsun zinətlər vırım sinəmə, qollarımdan, həm əqlarımdan, qızıllar asım, küçələrdə gəzim. Buna mübariyyə deyərlər. İlyas Peyğəmbər buyurdu ki, bu qadınla da evlənməkdir. Üçüncüsü, dedi ki, ahirə qadınla da evlənməkdir. Ahirənin mənası öz başına olan qadındır. Dedi, belə qadınla da evlənməkdir. Dördüncü qadın isə İlyas Peyğəmbər buyurdu ki, naşizə olan qadınla evlənməkdir. Naşizənin də mənası elə bir məna, bu da öz başınadır. Amma başı yuxarı, bir də ərinin sözünə qulaq asmayan qadınla evlənməkdir. Səbəbin soruşanda dedi, bu 4 tayfa qadında həya olmaz. Ona görə bu qadınlarla evlənməkdir. Elə qadınla evlənməkdir ki, həyası olan qadınlar olsun.